Salam, hər vaxtınız xeyir. Bugün sizinlə Dimin 20 variant sınaq imtahanı kitabından sınaq imtahanı 14-ə nəzər yetirəcəyik. Digər sınaq nümunələri də, onun sınaq imtahanı da kanala yerləşdirilib və videolara oradan da baxa bilərsiniz. Eyni zamanda videoları bəyənib kanala abunə olmaqla da öz dəstəyinizi bildirə bilərsiniz. İndi isə keçək suallara. Bu sınaq imtahanında da ümumi suallardan təşkil olunmuşdur. Suallara nəzər yetirək. Birinci sual. Modal söz işlənmiş nümunəni müəyyən edir. Dostum, yəni Şamil tarixçidir. Burada modal söz işlənməmişdir. B. Sözün düzü, mən bu barədə məlumatsızam. Burada sözün düzü ara sözdür, modal söz deyil. Biz bilirik ki, bütün modal sözlər ara söz olduğu halda, bütün ara sözlər modal söz deyil. Bunun da səbəbi nə idi? Modal sözlər sadəcə söz formasında olduğu halda, ara sözlər həm söz birləşməsi, həm də cümlə formasında ola bilir. Burada isə söz birləşməsi şəklində olduğu üçün bu modal söz deyil, ara sözdür. C. Həqiqətən onu əvvəl tanımırdım. Bəli, burada isə modal söz var, həqiqətən. Cavab olur C bəndi. İnsanlar arasında qərəz qəbul edilməzdir. Burada cavab yoxdur. Yaxşı işdir ki, bu da bağlayıcıdır. Ona görə testin doğru cavab olur C bəndi. İkinci suala baxaq. Ümumiləşdirici söz işlənmiş nümunəni müəyyən edin. Sosial müdafiəyə ehtiyacı olan şəxslər, uşaqlar və qocalar daha çox himayə olunurlar. Burada doğru cavab elə A bəndidir. Burada sosial müdafiəyə ehtiyac olan şəxslər, yəni həmin şəxslər kimdir? Uşaqlar və qocalar. Burada isə həmin bu qocalar və uşaqlar ümumiləşdirilərək bildirilmişdir. Ona görə cavab olur A bəndi. 3. Qızğın iş gedirdi. Hamı işini vaxtında bitirməyə çalışırdı. Tabesi mürəkkəb cümlənin tərəfləri arasında məna əlaqəsi burada aydınlaşdırmadır. Ümumiyyətlə, tabesi mürəkkəb cümlədə əgər biz burada qoşa nöqtəni görürüksə, qoşa nöqtədən sonra hər hansı bir fikir varsa, deməli burada aydınlaşdırma əlaqəsi var. 4. Hansı cümlədə çoxaltma dərəcəsində olan sifət işlənmişdir? Afaq tünd çayı xoşlayır. Tünd sözü dərəcə bildirmək üçün defislə yazılmalıdır və özündən sonra sifət gəlməlidir. Çünki dərəcə sifətə məxsus bir əlamətdir, ismə aid bir əlamət deyil. Çay sözü isim olduğu üçün biz bunu çıxırıq. O lap gözəllik vurğundur. Gözəllik sözü isimdir. Biz səni onun qədər tanıyırıq, burada yoxdur. Dünən baxdığımız film olduqca maraqlı idi. Burada isə doğru cavab budur. Olduqca maraqlı. Maraqlı sözü sifətdir. Ən gec gələn o idi, burada da yoxdur. Dərəcə sifətə aid xüsusiyyətdir. Dərəcə bildirən sözdən sonra mütləq sifət gəlməlidir. Hər hansı başqa bir nitq səsi gələ bilməz. 5. Bu dünyada bütün əşyalarında yaddaşı var cümləsindəki sözlərin təhlillə bağlı doğru fikri müəyyən edək. Sözlərdən biri təsirli haldadır. Bu dünyada yerlik haldadır. Bütün əşyaların da yaddaşı. Əşyaların yaddaşı. Üçüncü növ təyin söz birləşməsi birinci tərəf yerli hal, ikinci tərəf isə mənsubiyyət şəkilçi, yəni adlıq haldadır. Burada olduğu yerlik, burada olduğu yerli, burada olduğu adlıq. Burada təsirli hal söz yoxdur. Birləri çıxırıq. İki fərqli məna növünə aid əvəzlik işləmişdir. Bəli, bu əvəzlik işarə, bütün əvəzlikdə təyini əvəzlik. Bu doğru fikirdir. Hal şəkilçisi qəbul etmiş iki söz var. Bəli, dünyada əşyaların. Qrammatik mənası olmayan söz əlaqə yaratmağa xidmət edir. Bəli, söhbət burada dağdan gedir. Cavab oldu 2, 3, 4, C bəndi. İki söz ardıcıl mənsubiyyət şəkilçisi qəbul edib. Xeyr, burada bir dənə yaddaş sözdür mənsubiyyət şəkilçisi qəbul edən söz. 6. Cümlələrdə feillərin hansı şəklinə aid nümunə yoxdur? Sən saydığını say, sən say. Əmr şəkli var. Gör fələk nə sayır, nə edir, sayır. Burada oldu xəbər şəkli. Zaman şəkilçisi varsa xəbər şəkli var. Tapşırıqlarını sona qədər yazmalısan. Malum müəllif vacib şəkli. Gəlsən, əgər gəlsən, şərt şəkli. Onlar da rahat olar, nə edər, rahat olar. Burada xəbər şəkli. Çayı keçməmiş sevinməzlər. Burada xəbər şəkli. Cavab oldu A. 7. Sual tələb etməyən xəbər işlənmiş cümləni müəyyən edin. Sual tələb etməyən xəbər dedikdə biz var, yox, lazım, gərək, bəs, mümkün. 7 sözdə predikativ xəbər deyirik bunlara. Onlara sual vermək olmur. Və bu 7 sözdən birini axtarırıq. Burada C bəndində yoxdur sözünü gördük. Cavab olur C bəndi. 8. Dostları bizə gələndə kiçik qardaşım nədənsə narahat oldu cümləsi ilə bağlı yanlış fikri müəyyən edin. Cümlədə yer zərfliyi yoxdur. Bəli, cümlədə yer zərfliyi yoxdur. Burada zaman zərfi var. Nə vaxt, nə zaman dostları bizə gələndə.
Fe'li xəbərli cümlədir. Narahat oldu. Olmaq, etmək, bəli varsa bu xəbərdir. Fe'li xəbərlidir. Bir təyindən istifadə olunub. Kiçik qardaşım, bəli. Sual əvəzliyi məqsəd zərfliyi rolundadır. Burada sual əvəzliyi nədənsədir. Bu isə səbəbdir. Məqsəd deyil. Birinci dostlar gəlib, daha sonra qardaş narahat olub. Bunun nəticəsində səbəbdə birinci hadisə baş verir, daha sonra isə onun nəticəsi olur. Məqsəddə isə birinci hərəkət var, daha sonra onun nəticəsi olacaq. Buna bir cavab olur D bəndi. Mənsuba şəkilci sözlərdən biri mübtədadır. Onun dostları bizə gələndə kiçik qardaşım narahat oldu. Kim? Qardaşım, mənim qardaşım. Bəli, mənsuba şəkilci sözü və cümlənin mübtədasıdır. 9. Qeybət sözünün faiz təhlilə bağlı doğru fikri müəyyən edin. Bir məqamda sahib uzanması baş verir. Xeyr. 3 cingitli bir kar samit işlənmişdir. Qeybət. Bəli, bu sözün deyilişinə yazılışında hər hansı bir fərq yoxdur. Ona görə də yəni 1, 2, 3 cingitli samit, birdən də kar samit var. Cavab olur B bəndi. Deyilişə yazılışında bir fərqli məqam vardır. Xeyr. Bir samitin cingitli qarşılığı yoxdur. Xeyr, burada elə bir samit yoxdur. 2 incə qapalı sahit işlənmişdir. Burada qapalı sahit yoxdur. Açıq sahitlərdir. Ə və E. Cavab oldu B bəndi. 10. Homonim olmayan sözü müəyyən edin. Diş sözü. Diş sözü çox mənalı sözdür. İnsanın dişi, darağın dişi, bunları çox mənalı istifadə etmək olur. Amma homonim olaraq istifadə etmək olmur. Mətn suallarına nəzər yetirək. İlk olaraq Nərgiz-Gülü çiçəyi mətnidir və mətnlə bağlı suallar var. Həmin suallara da nəzər yetirək. 11. Mətnlə bağlı yanlış fikri müəyyən edin. Mətndə sevgi və layiqilik qarşılaşdırılır. Bəli. Qoca kişi həyat yoldaşına qarşı səmimi və qayğıkeşdir. Bəli. Qadın neçə müddət bağban işlərdi. Qadın bağban işləmirdi. Onun həyat yoldaşı idi bağban. Burada deyilir ki, yoldaşım bağban işləyirdi. Bunu deyəndə yaşlı qadın idi. Söhbət çünki başlayan o idi. 12. Mətnin ideyasına uyğun aforizmi müəyyən edin. Burada dünyada ən böyük xoşbəxtlik əmin olmaqdır ki, sizi sevirlər. Bu, mətnə uyğun, ideyasına uyğun aforizmdir. 13. Mətndə hansı sual cavab tapmaq mümkündür? Həkimin məsləhətinə əməl edildimi? Bəli, bir yolu tapıldı. Onun həyat yoldaşı Gülü axşamları sulanılmağını dedi və ona görə də onun yoldaşı da durub Gülü suluyurdu. Bu da həkimin məsləhətinə əməl olunmağı idi. Qoca kişi niyə boşanmaq qərar verir? Qoca kişi boşanmır. Onun həyat yoldaşı boşanmaq qərar verir. Hakim nə üçün qocaya söz vermir? Burada da bunun, yəni hər ikisine söz verilir. Qoca kişi Nərgiz-Gülü niyə suluyurdu? Qoca kişi sulamırdı, həyat yoldaşı suluyurdu. Qoca kişi onu quruluyurdu. Cütlük nə zaman evlənmişdir? Burada belə bir cavab yoxdur. Qarşısına şairlər qoyulmuş sözlərdən məcazi mənada olanları müəyyən edin. Şairlər qoyulub mətndə və biz həmin sözlərə baxaq. Deməli, qəribə işlə qarşılaşmışdıq. Budur. Daha sonra evliliyə son verəcəkdi və heç bir zaman sönmədi. Bunlar məcazi mənada olan sözlər idi. Cavab olur E bəndi. 15. Mətnin tərkib hissələrinin müvafiq olaraq uyğunluğu müəyyən edin. Giriş isə əsas və nəticə. Məhkəmə salonunun sakitliyi. Biz bunu yaza bilərik girişə. A. Bir də qəribə məhkəməçi, bunu da giriş hissəyə yaza bilərik. Daha sonra yaşlı kişinin etirafı, bunu əsas hissəyə yazırıq. Gecə baş verən qəribə hadisə, bunu da əsas hissəyə yazırıq. Nəticə hissəyə isə ağlayan hakim, bu da sonda baş vermişdi. Cavab olur C bəndi. 16. Mətndə tüm qara hərflər verilmiş sözün doğru şərhini müəyyən edin. Mətndə tüm qara hərflərlə verilmiş söz. Baxaq. Mətndə tüm qara hərflə verilmiş söz. Prosedura uyğun olaraq. Prosedur isə hər hansı işin müəyyən olunmuş qaydaları mənasındadır. 17. Mətnə notların yerinə uyğun nümunəni müəyyən edin. Buradan söhbət gedir. O hər dəfə oyananda, mən də oyanırdım. İşini tamamlayıb yatağına uzananda isə mən ayağa qalxar, çiçəyin suyunu boşaldardım. Yəni mən də oyanardım fikri, bura uyğun gələn fikirdir. 18. Mətndə çərçivədə verilmiş sözlə bağlı doğru fikri müəyyən edin. Çərçivədə verilmiş söz baxmalıyıq. Yoldaşım bir gün mənə dibçəkdən Nərgiz-Gülü çiçəyini gətirib dedi ki, bu çiçəyə baxmalıyıq. Baxmalıyıq sözün burada məcazi mənada işlənib.
Burada E bəndində məcazi mənada işlənibdir və uşaqlara yaxşı bax, mən gec qayıdacağam. Burada bu məcazi mənada işlənmişdir. Burada C bəndində məcazi mənalıq var, amma burada bu həqiqi mənada gedən uşağa yaxşı bax, gör necə xoşbəxtdir. Yəni burada baxmaq, nəzər yetirmək mənasındadır. Başqa məcazi məna burada da var. Tapşırıqlara diqqətlə bax. Burada tapşırığa diqqətlə nəzər yetir. Yəni baxmaq, faktiki olaraq baxa bilirsənsə bu həqiqi mənadadır. Uşaqlara yaxşı bax, gülə baxmalıyıq. Yəni gülə baxmalıyıq orada gülə nəzər yetirmək deyil. Günün yəni qayğısına qalmaq deməkdir. Ona görə də E bəndini götürürük. 19. Altından xat çəkilmiş ifadəni yerinə görə əvəz edə bilən məcazi mənalı sözün işləndiyi nümunə ilə əvəz edin. Altından xat çəkilmiş söz şikayətini dinləyir. Şikayətinə qulaq asır ifadəsini ona biz qeyd edə bilərik. Şikayətinə qulaq asır, şikayətinə diqqət yetirəcək, bunları yaza bilərik. 20. Mətnin üzərində rəqəm yazılmış sözləri əsasən cədvəli tamamlayan nümunələri yazın. Üzərində rəqəm yazılmış sözlərdən söhbət gedir. Üzərində rəqəm yazılmış sözlər ağlıma gəlməzdi. Digəri isə fikrinə gəldim. Yaşamağın mənasız olduğu fikrinə gəldim. Biz burada fikrinə gəldimə, məsələn, qənaətə gəldim. Belə bir qənaətə gəldim. Gəldim, məsələn. Fikrinə düşdüm. Cümlə orada məsələn deyə bilərik ki, onun mənim qərarlarıma hörmət etmədiyi qənaətinə gəldim. Məsələn, bunu qeyd edə bilərik. Digər söz isə, birinci söz nə idi? Ağlıma gəlməzdi. Ağlıma gəlməzdir, məsələn, fikrinə gəlmək, xəyalına gəlmək, məsələn, bunları da qeyd edə bilərik. Nümunə içərisində də, məsələn, onun belə edəcəyi heç mənim fikrimə gəlməzdi, xəyalıma gəlməzdi. Bunları da bura qeyd edə bilərik. Digər mətnə keçək, Pisa qülləsi mətnidir və mətnlə bağlı suallara nəzər yetirək. 21. Mətndə üzərində rəqəm yazılmış hansı sözlər məcazi mənada işlənmişdir? Üzərində rəqəm yazılmış sözlərə baxaq. Hesab edilir, həqiqidir. Hesablamaq həqiqidir, istiqamət həqiqidir, sayılır məcazidir. Bir də burada düşməsi sözü var. Vəziyyətə düşməsi, bu məcazi mənadadır. Ona görə cavab olur E bəndi 4-5. 22. Mətndə hansı faktın səbəbi aydın olur? Burada qüllənin adlandırılmasının, qüllə Pisa şəhərindədir və ona görə də onun adı Pisa qülləsi adlandırılıb, yəni şəhərin adı ilə adlandırılıb. Qüllənin əyilməsinin səbəbi bilinmir, qüllənin inşanın gecikməsinin bilinmir, qüllənin indiyə kimi yıxılmaması bilinmir. Alman imperatoru qüllədə dəfininin, bu da bilinmir ki, bunun səbəbi nədir? 20. Tünd qara hərflə verilmiş sözü əvəz edə bilən nümunəni müəyyən edin. Tünd qara hərflə verilmiş söz vertikal sözüdür. Vertikal sözü də mənası əvəz edə bilər şaquli sözündən əvəz olunur. İfiqi yox, şaquli sözündən əvəz oluna bilər. 24. Mətndə hansı suala cavab yoxdur? Qülləni kim inşa edib? Qüllənin inşa tarixi məlumdur, hündürlüyü, hər şey məlumdur, amma kim inşa edib? Bilinmir, harada inşa olunmaq isə bilinir. Qüllə hansı şəhərdədir? Pisa şəhəridir. Neçə il sürüb? Burada deyilir onun inşası 1063-də tikilməyə başlanılıb. Yəni 176 il sürüb. Bu da var. Qüllədə hansı proqnozlar var? Onun bir gün düşən qüllə adlandırırlar ki, o da gec-tez düşəcək. Bu da var. Qüllənin hündürlüyü nə qədərdir? O da qeyd olundu. 25. Mətnə görə doğru fikri müəyyən edin. Qüllənin tərəfləri hündürlüyünə görə fərqlənir. Bəli, burada deyilir ki, onun bir tərəfi 55, digər tərəfi isə 56 metr hesablanıb, ona görə bu doğru fikirdir. Qüllənin inşasının məqsədi bilinmir. İnşasının məqsədi burada qüllə baş kilsənin yanında kilsə zənglərinin asılması məqsədilə inşa edilib. Yəni məqsəd var, bilinir. Ona görə ikiləri çıxırıq.
Təhlükəli olduğu üçün güllə ilə bağlı hesablamalar da aparılır. Güllənin əyri olması məqsədli deyil. Bəli. Güllənin əyilmə ölçüsü məlumdur. Bəli. Cavab olur 1, 4, 5 E bəndi. 26. Çərçivədə verilmiş sözü əvəz edə bilən ifadə. Çərçivədə verilmiş söz möhtəşəm sözdür. Pizza qülləsi İtaliyanın Pizza şəhəridir və orta əsrlərin möhtəşəm tikililərindən biridir. Burada onun əvəzində biz işlədə bilərik. Əzəmətlidir, bir də ecazkardır. Yəni, mətndə cümləyə uyğun mənaları həmin sözlərdir. 27. Mətndə altından xətt çəkilmiş sözün eyni mənada qarşılığının işləndiyi nümunəni müəyyən edin. Altından xətt çəkilmiş söz yuxarı sözdür. Güllənin yuxarı hissəsi. Bunu divarın üst hissəsi deyə bilərik. Digərində yüksək vəzifə məcazi mənada işlənib. Uca zirvələrdən adını görək bu məcazi mənada işlənib. Stolun baş tərəfində o mənada deyil. Ən hündür zirvəsi, bu da həmin mətndəki məna ilə eyni deyil. Klasteri tamamlaya bilən fikirləri müəyyən edin. Mətnin plan bəndlərinə aid ola bilər. Tikilinin xüsusiyyətləri, bir də onun haqqında verilən proqnozlar. Cavab olur E bəndi. Alman imperatorunun vəsiyyəti belə bir şey yox idi. Kilsə zənginin ağırlığı belə bir şey yox idi. 29. Tüm qara hərflər verilmiş cümlədə yanlışlığı düzəldib cümləni yenidən yazın. Söhbət bu cümlədən gedir. Belə ki, güllənin dibindən atılan bir daş güllənin başından... Burada əksinə nə olmalıdır? Burada olmalıdır ki, güllənin başından atılan daş güllənin dibindən 5 metr aralıya düşür. Yəni, aşağıdan yuxarıya atılan daş yox, yuxarıdan aşağıya atılan daş 5 metr aralıya düşür. Bunu da bu şəkildə yaza bilərik. 30. Mətnin tərkib hissələri əsasən cədvəli tamamlayan fikirləri yazın. Giriş hissəyə güllə haqqında yazırıq. Güllə haqqında ümumi məlumat. Daha sonra burada səbəbsiz hadisə. Səbəbsiz hadisə, yəni onun söhbət əyilməyindən gedir. Həmin bu səbəbsiz hadisəni biz əsas hissəyə yaza bilərik. Çünki əsas hissədə bu haqda məlumatlar var. Burada qalır nəticə hissəsi. Nəticə hissəyə də biz yaza bilərik ki, gəlinən qənaət. Burada gəlinən qənaət var ki, onun bir gün həqiqətən də düşəcək, yəni. Burada belə bir fikir var ki, düşən güllə adlandırılırdı. Haqlı olaraq yəni onu düşən güllə adlandırırlar. Çünki gez tezdə o düşəcək. Ona görə də o fikirdə oraya qeyd edə bilərik.